Əsası müsəlmanlar tərəfindən qoyulmuş 5 məşhur Avropa şəhərini sizin nəzərinizə çatdırıram. Bəzi Avropa şəhərləri də var, lakin bunlar daha üzdə olduğuna görə bunları siyahıya daxil etmişəm. Birinci, Madrid. Bilirsiniz ki, İspaniyanın paytaxtıdır. 9-cu əsrdə İspaniya Əməviləri tərəfindən əsası qoyulmuşdur. Əvvəlki adı Madrid şəhəri idi. Sonradan tədricən Madridə çevrilmişdir. İkinci, Granada. Şəhərin adı Mədinətül İlbira adlanırdı. 756-cı ildə əsası qoyulmuşdu. Kalatı Qərnət ərazisində yerləşirdi. Buna görə də tədricən şəhərə də Granada demişdilər. Üçüncü, Sarayevo. Şəhərin əsası 1455-ci ildə Osmanlı bəyi İsa bəy İsakeviç tərəfindən qoyulmuşdur. Əvvəlki adı Bosna Saraydır. Sonraki dövrdən Sarayevo olaraq adlandırılmışdır. Dördüncü, Tirana. Şəhərin adı 1614-cü ildə əsası Süleyman Paşa tərəfindən qoyulmuşdur. Əslən Alban idi. Bəzi məlumatlara görə əvvəlki adı Teranda, bəzi məlumatlara görə isə Tirkan olmuşdur və 1920-ci ildən Albaniyanın paytaxtı olmuşdur. Və ən nəhayət 5-ci, Kişinyov. Bilirsiniz ki, Moldovanın paytaxtı idi, amma əvvəllər Moldovanın paytaxtı Yassı şəhəri idi. Kişinyovun əsası 14-cü əsrdə Qızıl Orda sərkərdəsi Temir xan tərəfindən qoyulmuşdu. Ona görə əvvəlki adı Temir sarayı idi. Sonradan Kişinyova çevrilmişdi.